Hamlinde əsas nələri qeyd etməliyik, sonra da sonra. Üstümüz olsun. Aha. Daha dəstəyim. Bir daha sabahınız xeyir olsun. Bu günlərin temperatur, təzyiq, temperaturla təzyiqin əlaqəsi nədir? Və davamı ilə küləklər çatdıra bilsək, havada rütubəti zarur edir. İndi müəllimlər, temperatur, havanın temperaturu ümumi nəticəsində havanın yer səthi tərəfindən qızması nəticəsində meydana çıxır. Yəni demişdik ki, hava şəffafdır, hava birbaşa qıza bilmir, ona görə yer səthi qızır, sonra başlayır havanı qızdırmağa. Bəli, temperatur amili belə çıxır ortaya və belə bir proses var idi. Mən izoterimlər üsulunu keçmişdim. Xəritələrdə məlumatların daxil edilməsi metodlarında izoterimlər üsulu. İzoterimlər, izoterim, daha doğrusu izoxətlər. İzo, eyni xət. Eyni xətləri birləşdirən ərazilər cümlələrdir. Onlar da indi bizə temperatur amilində nəyə kömək olacaq? İzoterim yaradacaq. Yəni, eyni temperatur amilinə malik əraziləri birləşdirən əyri qapalı xətlər ortaya çıxardılacaqlar. Bəli, indi burada əsas amil kimi ilk növbədə temperaturdan danışırıqsa, onun yer səthi tərəfindən qızmasından danışırıqsa, nəyə bilməliyik? Termik pillər. Termik pillər. Hər 100 metrdə 0,6 dərəcə temperaturun aşağı düşməsidir. Bəli, yer səthindən qalxandır. Bəzən deyirik ki, o zirvələrdə, yəni günəşə daha yaxın olsa da qızmamasının səbəbi, yəni oradakı havanın çox şəkildə qıza bilməməsinin, birinci o yuxarı gedəndə soyuqluq artması, buzlaşmanın artması və əks etmənin çoxalmasıdır. İkinci amildə də, məsəl üçün, yer səthinə nəzərən, dedik ki, yer səthi geniş sahə tutduğuna görə bu daha çox isidir. Zirvənin isə ümumi sahəsi aşağı olduğuna görə ətrafını istədiyimiz kimi isə də bilmir. Ona görə də bu hissələr soyuq olur, əks etdirmə çox olur. Bəzən belə bir şey qarışdırırlar. Deyirlər ki, Azərbaycanda daha çox belə şey var. Günəşli saatların miqdarı. Günəşli saatların miqdarı, günəş radiasiyasının miqdarı, yəni günəş işığının miqdarı harada daha çoxdur deyəndə düzənlikləri götürürlər. Düzənliyə ehtiyac yoxdur. Zirvədə çoxdur. Temperatur düzənliklərdə çoxdur. Aşağı hissədə. Çünki temperatur amili udulma ilə ortaya çıxır. Günəş radiasiyası gəlir. Günəş radiasiyası temperatura, yəni günəş radiasiyasının hamısı temperatura çevrilməyə bilər. Çünki o səthin örtüyündən asılıdır, nə qədər udulmasından asılıdır. Düzdür? İndi günəş radiasiyası gəlir. Günəş radiasiyası ümumi gələndə bu zirvəni tam işıqlandırır. Düzdür? Bəli. Və daha üst hissədə, günəşə yaxın pır olduğuna görə günəş radiasiyasının miqdarı, günəşli saatların miqdarı yüksək hissələrdə daha çox olması ilə seçilir. Amma gəlir düzənliyə günəş radiasiyası, o qırılmada yaşayır axır. Düzənliyə gəldikcə, dağlara qırılma yaşadır. Orada günəş radiasiyasının miqdarı aşağı olur, zirvələrə nəzərdən aşağı olur. Amma istilik məsələsində üstünlük haradadır? Düzənliklərdə. Nəyə görə? Çünki istilik günəş radiasiyasının udulması nəticəsində meydana çıxır. Ona görə yer səthinə yaxın ərazilər daha çox istilik tutumu ilə seçilir. Yaxşı, bəli. Amma zirvələr günəş radiasiyası, günəşli saatların miqdarına görə seçilirlər. Aydındır. Burada Azərbaycanda bu versiyalara daha çox diqqət ediləcəyik. Yəni, heç vaxt qətiyyən, bura günəş radiasiyası çox gəlirsə, ora çox isinir deyə bir amil yoxdur. Günəş radiasiyasının çox düşdüyü zirvələr, ümumi günəşli saatların miqdarı, günəş radiasiyasına görə çox seçilsə də, temperatur amili orada yüksək olur. Çünki udulma özünü görsətmir o qədər. Çox görsətmir.
Ama aşağıda güneş radyasiyasının miktarı zirveye nəzərən aşağı olsa da burada udulma yaşanır və temperaturun yüksək olmasına şərait yaradır. Aydın demədilər bunlar. Bəli. Temperatur amilində toxunacaq nəyə? Sutkalıq, illik, orta illiklərə, orta sutkalıq və orta illik temperaturlara və illik amplituda, sutkalıq, amplituda məsələlərdə toxunacaq. Və bunun üzərindən fərqlik basacaq. Bu yaxındır. Yox. Aha. İndi bax, müəllim. Temperatur amili o sadədir. Məsələn, orta sutkalıq temperaturu deyil. Orta sutkalıq temperaturda belə bir proses var ki, biz ümumi şəkildə 24 saatda 8 dənə ölçmə aparıb 3 saatdan 1. Bəli, 3 saatdan 1 ölçmə aparan zaman adətən də niyə 3 saatdan 1 götürülür? 45 dərəcəlik dövrəyə əsasən. Çünki günəşin qızdırılma prosesində ortalama günəş enerjisini normal şəkildə verilən yer 45 dərəcəlik görüntüdür. Yəni 45 dərəcədən aşağı olanda və yaxud az olanda günəş radiasiyası istənilən qədər yüksək enerjisini ötürə bilmir. Ona görə də hər bir 45 dərəcədən bir günəş daha çox istilik ötürür və oradakı qızma prosesi müşahidə olunur. Və ona görə 45 dərəcədən bir, yəni 3 saatdan bir hər dəfə ölçmə prosesi aparılır. Yaxşı, məsələn 30 dərəcə desək 2 saatlıq müddətdə da 30 dərəcəlik bir prosesdə. Orada günəş istənilən qədər enerjisini ötürə bilmir. Və günəş, yəni daha doğrusu yeni günəş ətrafındakı hərəkəti özünü tamamlaya bilmir istənilən qədər. Ona görə də hər 3 saatdan bir, yəni 45 dərəcədən bir götürərək 8 dənə ölçməni verirdilər. Məsələn, gün saat 12:00-sa, 15:00-sa, 18:00-sa, 9:00 bu şəkildə gedir. 8 dənə ölçməni, buyurun. 8 dənə ölçməni tam toplayır və hələ deyir də orta sutkalıq. Orta ədəd çıxarılma kimi bir prosesdir. 8'ini də toplayır, 8'ə bölür, ortaq bir temperatur çıxarır. Yaxşı, bu asandır, bunu bilgimiz var, yəqin ki. Çox dərinə düşməyə ihtiyac yoxdur, düşünürəm ki. İkincisi, orta illikdir. Orta illik nədir? Bu zaman, orta sutkalıqları çıxardırıq. Əslində, orta aylıq temperaturda var. Əslində, orta illik temperatur, orta aylıq temperaturların cəminin 12'ye bölünməsindən çıxır. Və indi 30 gündür deyə biz onu toplamakla etmirik. Baxın, sutka ərzində günlərin çıxardırsan, ta ki bu gündə müsbət 7 aldın, ortalamanı. O birisində 10 aldın. Bu 30 günü toplayırlar, orta aylıq bir temperatur çıxardırlar. Sonra orta illiyi çıxartmaq üçün o 12 dənə ortaylıq temperaturu toplayıb, hələ sayını da bölünür. 12'ye. Bölürlər 12'ye. Və sonra. Bununla da orta illiklər gəlir çıxır. Orta illik temperatur bəzən deyir ki, indi Azərbaycanda deyəcəyik, iqlim qurşaqlarında deyəcəyik. Bəzən deyirəm ki, orta illik temperaturu 0'ın üstündədir. Yəni, Azərbaycan deyirəm ki, 3-5 dərəcə arasında olur. Müdavim qaydır ki, mənim, Azərbaycanda mənfi temperaturu yoxdur. Mənfi var. Sadəcə aylar üzrə günlərdə çox hissəsi müsbətin üstündədir deyə, mənfi ilə müsbəti toplayanda artıq axırda gəlir, ortaya müsbət çıxır. Yəni, mənfi günlər ola bilər. Amma ümumi aylıq ortalamanı çıxardanda o mənfilər aradan çıxır gedir. Yaxşı, bəli, toplanılır. Məsəl üçün belə deyək ki, tutaq ki, aylıqlara yazaq, təqribi mən Azərbaycanda yazacağım. Azərbaycanda hardisi ortalama 14.5 dərəcə çıxır. Tutaq ki, Azərbaycanın ayları üzrə yazaq. Bizdə ən isti ay avqust ayıdır. Məsəl üçün, avqustda yazaq 1.33 dərəcə. Sonra götürək, sentyabrda biraz başlayır azalmağa.
olsun 25 derece. Oktyabr, bu Ağustos, sentyabr, oktyabr. Bu olsun 18 derece. Noyabr, olsun bir 13 derece. Dekabr, dekabrda ortalamamız hardasa düşür bir orta aylıqda 8 dereceydi da düşür. Yanvarda düşəcək hardasa 4-5 olar yəni. 2 dereceydi da ortalama. Fevralda düşebilir -3'e. Sonra fevraldan sonra Mart. Mart'ta biraz havalar başlayır isinmeye. Yağışlı günler qeyd olunur. Daha yaz dövrü gəlir də. Orada hardasa temperatur qalxıl olur bir 9 derecede təqribi. Apreldə hardasa bir 15 derece kimi özünü göstərir. Mayda bir 18-20 ortalama bir 20 dereceye qalxır. İyun burada da qalxır bir 23 dereceye. Təzdən iyulda da qalxacaq hardasa bir 30 derece çoktur. Ortalama bir 27 derecede de qalxır. Yani bu ayların içerisinde mənfi var. Bak bu günler, ayların öz günlerinde de mesela dekabrda, yanvarda biz mənfi yaşayırıq. Ama bu mənfini yaşayan zaman, ümumi aylarda toplama aparıb 30'a böləndə ortada ne çıxır? Müsbət ədəd çıxır. Yani bizim ister-istəməz qışımızın hər hansısa bir ayının ortalaması mənfiyə düşür tam ərzində. Ona görə də bax toplayırıq, 12 dənəni toplayırıq, mənfi də müsbətlərlə gedir. Ortaya yenə gəlir, müsbət çıxır. Avtomatik şəkildə. Aydındır. Bax buna görə deyirlər ki, hər hardasa bir ortalama temperatur. Sən deyə bilməz gün ərzində mənfi, daha doğrusu gün ərzində mənfi baş vermir. Baş verə bilər. Ay ərzində hər hansısa bir ayda mənfi temperatur ola bilər. Amma il ərzində toplayıb ortaya bir orta illik temperatur çıxardığında görsən ki, artıq mənfi prosesi sıradan çıxır. Bizim ortalığımız müsbətin üstündə dayanır. Yaxşı, bəli. Bu öz yerində. İndi müəllimlər, digər bir proses illik və sutkalıq amplitudlar. Amplitud nədir? Hər halda bilənimiz var. Ən hündürdən alçalın fərqi. Bəli, sutka ərdində ən yüksəkdən ən alçaq temperaturu çıxırsan. Buna deyirlər orta sutkalıq. Məsələn, sutka ərdində ən yüksək temperatur nə vaxt müşahidə edilə bilər? 2-3 gün orta. Gün ortadan 2-3 saat sonra. Bəli. Niyə? Səbəb nədir? Bax, yenə eyni amilə gələcək. Görsən, 2-3 saat deyirik. Gün orta olanda 12:00. Mən demişdim ki, 90 dereceyle düşme yaşanırdı. O en büyük bucaqla düşmədir da. İndi en büyük bucaqla düşür. Gün ortadan 2-3 saat sonra. Yani 30 derece 45 derece arasında da bir daha en büyük bucaqları alır. Yer səthi daha çok kızır. Ondan sonra verir havaya. Hava da onda daha çok kızmış olur. Şimdi bak 45 dereceden öyle geçti. 4 saat, 16:00, 17:00, 18:00. Yavaş yavaş o düşme bucağı 45 dereceden şişeye doğru gelir. Yani artık enerjini yitirmeye başlar yer səthi. Demək, soymağa doğru yaxınlaşır zaman zaman, güneşin batmasına doğru. Buna göre deyirlər ki, bax, 14:00-15:00 arasında böyük bir istilik alır yer səthi. Çünkü 15:00'dan o tarafa geçti azalır, yavaş yavaş güneş batmaya doğru gelir ve güneş radyasiyası azalmaya başlar. Buna göre deyirlər. Yaxşı. Şimdi orada 8 dənə temperatur yazsa, tutaq ki, bu saatlarda götürüblər temperaturu gün ərdindən. Tutaq ki, 25 derece. 25 dereceye götürüblər, ola bilər ki, havada akşam müəyyən qədər şaxtalıq müşahidə oluna bilər. Sıfıra düşə bilər, mənfi 1'e düşə bilər. Belə şeylər də olur. Amma harada olur? Bu daha çox səhralardır. Niyə? Çünkü səhralarda bulutluluk yoktur. Bulut
Akşam güneş batan kimi səhra neyniyir? Bütün istiliyi bırakır. O istiliyi bulut olsaydı bulut sərhəd koymurdu. Buradan çıkmağa koymurdu. Başlayırdı üzerinde yaymağa. Yayırdı ve temperatur prosesini saklayırdı. Ama bulut olmadığına göre avtomatik hale gitti atmosfere. Bəli. Ona göre yer səthi birdən-birə tez zamanda soğuyur. Buna da deyirlər radiasiya inversiyası. Tropik səhralarda daha çok baş verir. Görsən, yer səthi akşamlar birdən-birə neyini? İstediğini itirir. Bəli. Bax, bu radiasiya inversiyası. Bəli. İndi fikir verin. 25. Bəli. Güneş. Daha az temperatur, aşağı temperaturu. Deyim, səhər günəş çıxmazdan bir 15-20 dəqiqə. 5-10 dəqiqə əvvəl. Bəli. Niyə? Baxın, güneş batdığı andan, düz səhər güneş çıxana kimi Soyma prosesi. yeri soyulur. Yəni batıqdır da, güneş batandan çıxana kimi yer səthi neyini enerjisini bırakır. Yer səthi soyulur. Düzdür? Bəli. Yer səthi soyursa onun üzərindəki havada neyini yiyəcək? Avtomatik soyuma müşahidə olunacaq. Ona görə deyirlər ki, bax, ən aşağı temperatur güneş çıxmazdan 5-10 dəqiqə əvvəl. Çünki daha güneş çıxdı, başlayıb zaman isitməyə. Daha orada istiliyin itirilməsi prosesi ola bilmir. Tutaq ki, səhralar üçün. Orada radiasiya inversiyası olduğuna göre, birdən-birə istiliyi bıraktığına göre, bəzən səhralarda bir -3'e qədər də temperatur müşahidə olunabilir. O YouTube'da görmüş olarsınız. Səhralı arazide suyu tökülür üstə. Su dona gəlir. Hiç fikir vermişsiniz ona. Amma donma həddindən çox olmur. Daha çox şaxtalı olmur. O şeyə bənzəyir. Krem formasına bənzəyir donma. Çox az şəkildə. Səhranın üstünə tökür. Dağlar. Suyu çəkir. Birazdan görsən ki, su üstündə lay təbəqəsi, donuşluq yaratır. Səhra o qədər, bulutluluq yox deyə, o qədər itirildir ki, enerjisini. Səth mənfidir. Səthdə dəyən bir su müəyyən müddətdən sonra başlayıb donmaq. İndi orada düzdür, biraz ağını çıxardıqlar, belə suyu tökürsən, qaldırırsan, dona gedir. Yox, o biraz qurma. Amma səthdə suyu töksən, həqiqətən də bir müddət sonra donmağa başlayır. Niyə? Çünki səhralarda bulut olmadığına görə itirmə prosesi gedir. İstiliyin tamamilə itirilməsi, hətta bəzən mənfi temperaturlara düşməsi yaşanır. Ona görə məsələn gecələrdə səhralar tamamilə görürsünüz soyuq olur. Səhra yaxında dəhşət soyuq olur orada. Bəli, bu müşahidə olunur. Ona görə deyirlər ki, səhralarda bulutluq olmadığına görə sutqalıq, amplituda nə olur? Çox olur. Necə? Ən böyük temperaturdan ən kiçiyi çıxırıq, mənfi ilə müsbət toplanır 28 dərəcə. Ona görə də deyirlər ki, sutqalıq amplitudanın ən çox olduğu yer tropikin səhralarıdır. Yaxşı, tropik iqlim qurşağında sutqalıq amplituda ən çox olur. Bu öz yerində, mənimlər başa düşməyən var, qaranlıq qalan nəsə var burada. Yoxdur ki, davam edin. Baxın, növbəti prosesimiz nədir? Belə bir amil var, illik amplituda. İllik amplituda da səhralarda olur mu? Bəli, illik amplituda da əsasən səhralarda formalaşır. Amma hansı səhralarda daha yüksəkdir? Bu məsələdir. Buna baxacağıq. Baxın, tutaq ki, illik amplituda ən soyuq aydan, belə deyək, ən isti aydan ən soyuq aya çıxasın. Məsələn, müsbət 35 dərəcədən mənfi 15 dərəcədən. Belə bir ərazi var mı? Həqiqətən də yayı müsbət 35'e çatsın, qışı mənfi 15'e çatsın. Bu orta aylıqdır. Yazdıqlarımız orta aylıqdır. Bunlar, bəli, bu orta aylıq temperaturlardır. Elə bir ay var mı ki, hansısa ərazidə? İllik deyirsinizdə ola bilər. Məsələn, mülayim şimalında bu dedilər bizə rast gəlir. Mülayimin şimalında. Bəli. Mülayimin şimalında deməkdir. Mülayimin şimalı subarktika yaxındır və dənizə yaxındır. Atakama səhərası olar. Ara? Atakama. Atakama səhradır, o subtropikdədir, ola bilməz. Siz nə soruşdunuz? Mən soruşuram ki, illik amplitudada, indi illik amplitudadan danışıram.
Deyirəm ki, elə bir ərazi varmı ki, il ərzində? Orada yayda həddindən artıq bağ isti olur. Qışda həddindən artıq mənfi temperaturlar. Bizim Naxçıvan Cufa. O çox Aha. soyuq olur da. Bizdə var, amma bizdə çox Mülayim. böyük şəkildə deyil da. Amma bir ərazi var ki, həddindən artıq böyük şəkildə təşkil edilir. Mülayimi, Səhra var orada. hansı? Amma bəlkə şey deyil, bu Mərkəzi Asiya tərəfləri. Mərkəzi Asiya. Var. Bilirsiniz nəyə görə baş verir Mərkəzi Asiyada? Qoy buradan verir, iqlimdə işimiz asan olsun. Dağlara görə. Baxın, ağaç olun, dağlar. Mənimlə bir ərazi, mən belə bir şey dedim. Dedim ki, bulutluq az olan ərazidə, Düz radiyası. bəli, düz radiyasiya çoxdur. Düz radiyasiya, baxın, gündüzlər daha çox sinir, gecələr soyuq olur. İndi, yayda və qışda bulutluğu az olan ərazi düşünün. Yayda və qışda bulutluluğu az olur. Bulutluluğu zəif olur. Baxın indi. Yayda bu ərazi soyuq bir əraziyə yaxınsa, yəni qütbə yaxın ərazilərdirsə, burada nə baş verəcək? Yayda bulutluluq yoxdur deyə çox sinəcək. Düzdür? Qışda bulutluluq yoxdur deyə Soyuyacaq. yer səthi buraxacaq üstündə. Qışda da daha çox soyuyacaq. Kəskin qaldı. Bəli. Bir bu amildir. İki, burada bulutluluğun olmaması səbəbini axtarmalıyıq ki, niyə burada bulutluluq yoxdur? Düzdür? Bulutlar necə meydana gəlir burada? Buludlar əsasən alçaq təzyiq. Buxarlar. Buxarlanma deyirik ki, su buxarı mayeyə çevrilsə kondensasiya verir, düzdür? Su buxarı birbaşa buza çevrilirsə sublimasiya, düzdür? Fizikada bu fərqlidir, amma bizdə belə gedir da. İndi sublimasiya verir. İndi Fidan müəllim, bax indi, fikir verin. Okeana yaxın ərazilərdə bulutluluq çox olar, yoxsa okeandan uzaq? Uzaq. Buxar hardan qalxır? Okeandan. Demək, okeana yaxın ərazilər nə olacaq? Bulutluluq çox olacaq, buxara görə, düzdür? Amma fikir verirsiniz, fikir verin nə baş verir? O bulut, o buxar qalxır, buluda çevrilir, okean sahilinə gəlir. Okeandan aralandıqca onun temperaturu artır, quruyur axı. Düzdür? O yağış vermə qabiliyyətini itirir. Zaman da özü də yoxa çıxır. Dolayısıyla bu prosesə deyirlər səth effekti. Yəni, buxarın və buludun okean səthindən çox uzaqlaşdıqca quru səthindən üzərində hərəkət etməsi və qızması nəticəsində daha da genişlənərək yoxa çıxması prosesidir. Dolayısıyla bulutluluq nə edir? Yoxa çıxır. Demək, okean səthindən uzaq ərazilərdə bulutluluğun yoxa çıxmasının prosesi səth effektinə əsaslandır. Artıq buxarın miqdarı səthin istiliyinə görə gedib istənilən yağıntını mərkəzə verə bilmir. Bax, Afrika. Görürsünüz buranı. İmkan verir. Buradan qalxanda yağıntı gəlib mərkəzə çatmasını çox müşahidə edə bilmək. Çatır az şəkildə. Qismən. Yaxşı. Məsəl üçün mərkəzdən oradan bir 2000-2500 mm yağıntı götürmüşsə, il ərzində gəlib 200 mm, 150 mm çatır. Maksimum 250 mm mərkəzə çatır. Baxın, bunu qoydum kənara. Fikir verin bura. Bu hissədən götürülən yağıntı gəlib bura çatması üçün. Bu tərəfdə dağlar yoxdur. Bu tərəfdə bu tərəfində dağlar var, bu tərəfində dağlar var. Mərkəzi Aziyaya çatana o havada su buxarı qalar mı? Xeyr, qalmaz. Ona görə də baxın nə baş verir. Quru hava prosesi nə baş verəcəksə. Bir dənə adi belə bir keçirsən, təcrübə keçirsən. Belə bir şey müşahidə edərik. Bax, bir var su ilə dolu bir çaydanı qoyursan qazın üstünə. Düzdür? O çaydanda yanma prosesi baş verə bilərmi? Su ilə içi dolu olan. İçi dolu olan xeyr. Yox, mülayim qalacaq, qızacaq, yüksələcək və su oradan bitənə kimi
yanma prosesi baş verməyəcək. Düzdür? İndi baxın, boş bir dənə qabı götürüb qazın üstünə atırsan. Nə baş verəcək? Mütləq yanacaq. Düzdür? Ayşo. Yəni, söhbət nədən gedir? Bir havanın içində su buxarı yoxdursa, o yay aylarında isti hava ilə toqquşanda həddindən artıq isti olur. 35 dərəcə. Qış aylarında günəş yanıbdadır. Yer səthi soyuq. Düzdür? Bir dənə boş qabı, yəqin ki, müşahidə eləmişsiniz evdə. Boş qabı xaladenliyə qoyursan, boş, donur orada. Əlini götürüb çıxartmaq istəyəndə əlində yapışır o qaba. Bəlkə fikir vermişsiniz buna. Bəli, əlində yapışır. Niyə yapışır? O qabın içində su olsaydı, əlin o qədər yapışardı, o qədər soyuq olardı o qab. Yox. Demək, su buxarı həddindən artıq donuşluğun və həddindən artıq istinin qarşısını edir, alır. Mülayim hava şəraiti yaradır. Başa düşürük, nə demək istədiyimi? Mənimlər başa düşmürsünüzsə, deyək ki, başa düşmürük. Problem yoxdur, bir də izah edək. Başqa bir yöntemlə izah edək. Yaxşı? Aha. Bəli, ona görə yadınızda saxlayın. Nə qədər ki, o mərkəzdən uzaq, daha doğrusu, okean sahilindən uzaq ərazilər var. Orada havanın quraqlığı ilə əlaqədə. Yay aylarında isti yer səthi ilə quraq hava toqquşur, daha istinir. Qış aylarında yenə qurudur da, okeandan uzaqdır, düzdür? O quru hava soyuq səthlə toqquşanda yenə nə baş verir? Daha soyuq havalar baş verir. Və nəticədə il ərzində bir ayın bəzi ayları həddindən artıq isti, bəzi ayları həddindən artıq şaxtalı olan elə bir ərazilər meydana gəlir. Naxçıvanda da, Culfa zonasında bunun müşahidə edilməsi hələ o səth effekti ilə əlaqədar bir şeydir. Niyə Naxçıvanda o sədərəkdə müşahidə edilmir? Niyə Şərurda müşahidə edilmir? Gəlir bu tərəfdə müşahidə edilir. Çünki Qara dəniz tərəflərdən, Aralıq dəniz tərəflərdən gələn hava buna imkan vermir, həddindən artıq mənfi olsun. Amma bura çatanda su buxarı qalır. Xeyr. Bəli, bax budur səbəb. Başa düşürük, Azərbaycan iqlimində bu məntiqlə verəcəm hansıdır. Orada nə baş verir, hansı hava şəraiti gəlir, hansı hava şəraiti, hansı məntiqə görə oranı o vəziyyətə salır, onlar haqqında geniş danışacaq. Bax, bu da bizim illik amplitudamız. Ən aşağı yüksək temperaturdan, gəl, ən aşağı temperaturu çıxırıq, qalır 50 dərəcə. Bu da bizdə Mərkəzi Asiyada mülayim, kəskin kontinental. Bəzən kontinentallıq deyəndə müəllimlər elə söhbət elə bilirlər ki, kontinentallıq isti deməkdir. Yox. Kontinentallıq sözün mənası qurudur. İsti quru ola bilər, soyuq quru. İsti quru ərazi, həddindən artıq quraqlıq ərazidir. Soyuq quru ərazi, həddindən artıq şaxtalı ərazidir. Şaxtası çox olur. Başa düşürük bunu. Çətinliyimiz var müəllimlər. Bu da illik amplitudadır. Ən yüksək illik amplituda ona görə mülayimin kəsri kontinentalında, ən yüksək sutqalı amplituda isə harada müşahidə olundu? Səhralarda, özü tropikin səhralarında. Mülayimin səhrasında da sutqalı amplituda böyük olacaq, bu söz yoxdur. Amma mülayimin səhralarında sutqalıq amplitudanın qışda həddindən artıq seçilməsinə, yayda daha çox böyük olmasının bir prosesi var. Və ümumi şəkildə mülayimin illik amplitudası sutqalıq amplitudadan daha yüksək olacaq da. Bu məsələ. Aydındır? Bəli. Və sağ. Nə oldu? Mələkə, elə büyüklər beyin yanan kimi oldu. Yaxşıdır. Aha. Ahmet çatdı, dəqiq olsun. Enayla, əla. Davam edeyim müəllimlər. Bəzən o prosesləri qarışdırırlar, onları da deyəcəm. Demək, məsəl üçün deyirlər ki, orta sutqalıq temperaturunun yüksək olduğu yer, alçaq olduğu yer, düzdür, yüksək olduğu yer yox, alçaq olduğu yerləri soruşurlar. Məsələn, orta sutqalığın alçaq olduğu ərazi hərdir. Orta sutqalığın ən aşağı olduğu ərazi ekvatorialdır.
Niye ekvatorial? Çünkü ekvatorial ərzində, gün ərzində onun temperaturu 30-25 derece arasında fərqlənir. Bəli, gün ərzində. İstəyir axşam, istəyir gündüz. Axşam 25 dereceye gelir, gündüz de 30 derece ola bilər. Ekvatorda güneş şüalarının böyük ucaqda düşməsi, su buxarının yeterince olması, orada, bakın, su buxarının yeterince olması, orada gün ərzində havanın, eyni zamanda ay ərzində, eyni zamanda il ərzində buxarın çox olması və istiliyin çox olması prosesiyle temperaturun həddindən artıq dəyişməsinin qarşısını alır. Bak, temperaturu həddindən artıq dəyişməsi prosesi bulutluluğun çox və yaxud az olmasından oluşur. Azdırsa bulutluluk dedik ki yoktur, aydın havadır, düzdür. Gündüz düşür, çok kızdırır, gece çok soğudur. Temperatur xeyli fərqləndir, arkadaş temperatur. Bulutluluk varsa bulutluluk buna şərait yaratmır. Yani bulutluluğun, güneş enerjisi ve bulutluluğun miktarından aslı olarak bir ərazidə nə baş verir? Həddindən çox qızma, həddindən çox soymanın qarşısını alır. Bu da aradakı fərqi azaltmış olur. Ona görə də bulutluğun çox olduğu ərazilərdə sutkalıq, orta illik və orta sutkalıq temperaturlar çox fərqlənir. Bu da ekvator ərazisidir ki, dedik ki, həm orta sutkalıq, həm orta illik temperatur en aşağı səviyyədə budur. Zevr aydın olur. Bəli. İndi amplituda amilində bildik, ən yüksək hardadır, ən alçaq hardadır. Amma burada bəzi şeylərə toxunacaq iqlim məsələsində. İqlim məsələsində hər biri bir-birinin ardıcılığı ilə düzdür, görməmişəm gəlsin. Amma yenə də ora bir iqlim faktorlarına çatanda daha geniş əlaqələndirməklə hətta belə subtropikin, yəni keçid iqlim qurşaqlarının amplitudasına dair məntiqi məlumatlar götürəcəm. Yaxşı, bu öz yerində. Ən yüksək temperaturun olduğu yerlər, ən alçaq temperaturun olduğu yerlər demirəm, vaxt itirməmək üçün. Yəqin ki, Liviyada Tripoli səhrası, ABŞ-da ölüm dərəsi, nisbət 56.2, 58.2 Liviyada, Vostok stansiyasında -91, Vostok. Daha doğrusu Antarktikada Fützi günbədində -91.2, 89.1 Vostok stansiyasında Antarktikada. Son -91'i Japonlar ölçübdü 2016-cı ildə. Yaxşı, Fützi günbədində. Bu hissədə... Vostok'u Ruslar ölçübməli. Vostok stansiyasında Ruslar. Vostok'u bəli, Ruslar ölçüb. Sonra Oymyakon -71'dən seçilir. Grenlandiyanın özündə -70'dən tapılıb. Bunları zaten əzbərləyib bilərsiniz. Yeri bilməsəz də deyərsiniz, baxar. Yaxşı. Oymyakon deyil, Saxa Yakutiyada, bu hissədə, Sibir zonasında. Yaxşı. O birinci ən yüksək götürülürdü. Sonra ölçmələr daha yüksəkləri ortaya çıxırlar. İndi fikir verin müəllimlər. Bu öz yerində. Keçir nəyə? Təzyiq amilində. Ümumən təzyiq nədir? Baxaq görək, təzyiq nədir? Atmosfer təzyiqlər demirəm, ha? Təzyiq nədir? Təsir. Təzyiq əslində təsirdir. Məsəl üçün, fidan dərsini oxumursa, məlum ona təsir edir. Deyir ki, olmaz, təzyiq edir. Düzdür, motivasiya ilə təsir göstərə bilər. Bir də var, bizə deyir ki, atmosfer təsiri. Atmosfer nədir? Hava. Havanın 1 kvadrat metr yer səthində göstərdiyi təsirə təzyiq deyilir. Bəli, bu atmosfer təzyiqidir. Yaxşı, yəni təzyiq deyəndə birbaşa təsir nəzərdə tutulmalıdır. Bəzən deyirəm, hava yuxarı qalxır. Deyirəm, hava yuxarı qalxsa yüksək təzyiqdir. Bir şey yaddan çıxır. Atmosfer təzyiqi yer səthində göstərilən təsirdir. Nə qədər böyük təsir var, o qədər böyük təzyiq var, yüksək təzyiq. Baxın, ona görə indi temperatur amili ilə bu prosesin gedişatına baxacaq. Müəllimlər, bir temperatur bir ərazidə nə qədər yüksəkdirsə, demək hava o qədər qızıqdır.
Düzdür? Hava qızanda nə edir? Genişlənir. Genişlənirsə kəkitirir. Kəkitirirsə nə etməlidir? Qalxmalıdır. Qalxırsa o yerə təsir göstərə bilər. Demək, alçaq təhlükə. Bəli. Qalxın hava, alçaq təhlükə. Digər bir proses. Hava soyur. Demək, yer səthi soyubdur ki, hava soyubdur. Hava soyursa o məcbur sıxılır. Sıxılırsa ağırlaşıb məcbur etməlidir. Enirsə təsir verməlidir. Yüksək təhlükə. Bax, temperatur amili ilə təzyiqin bağlılığı bundadır. Demək, temperatur artdıqca təzyiq aşağı düşür, tərs tutulması. Aydındır, çətin bir şey var. Bunlar hamısı bir-birinlə bağlıdır. Bir-birinlə əlaqələndirilir müddətcə iqlimdə çətinlik ola bilməz. Yaxşı, müəllimlər. İndi, demək, havanın temperaturu artır. Temperatur başa düşmə. Qalxan havada temperatur yüksək. Niyə? Hava bax, gəl edəcək. Buxarlanmanı qoyacaq. Bir ərazidə buxar yoxdur. O amillər sonradan prosesi. Bir ərazidə heç buxar yoxdur, səhralıdır. Orada hava çox isinir. Hava çox isinirsə genişlənir, kəkisini itirir. Neymək başlayır? Qalxmalı başlayır. Demək, temperatur artdıqca hava qalxmalı başlayır. Düzdür? Hava da qalxırsa alçaq təhlükədirmi? Demək, temperatur yüksəldikcə alçaq təhlükə yaradır. Ekvatorda alçaq təzyiq olacaq, yüksək. %100 alçaq təhlükə. Havada qalxan olacaq. Bəli. İştidir axı. Amma tropikdə hava yüksək. indi onlara baxacağıq. Yəni, havanın qalxması məsələsində digər bir faktor da var. Bir var temperatur amili, bir də var temperaturla bərabər rütubət amili. İndi ona gəlirəm. Səbir olaq. Buxarlanma sisteminə gələcək. İndi bir səbir olaq. Axıra kimi olaq, başa düşmürsən deyəsən. Buyurun. Temperatur qalxırsa, azalır. Amma aynı fikir verir. Temperatur artırsa hava neyinməyə başlayır? Genişlenen hava neyinməyə başlayır? Qalxmağa. Yerə təsir göstərir. qalxan hava alçaqdır. Alçaqdır. Demək ki, temperaturun artması havanı qaldırır. Hava qaldırır. Alçaq təhlükə yaranır. Demək, temperatur artır, təhlükə azalır. Təsir azalır. Tərs mi tanımasın? Qaranlıq qalan bir xüsusiyyət var, deyəsən başa düşmədin. İndi baxın mənimlə. Dedim ki, bulutluluq olan ərazidə, günəş batandan sonra həddindən artıq soyma baş verə bilər. Hə, bulut varsa bir ərazidə, orada hava mülayimdir. Düzdür? Baxın, dolayısıyla buludun olduğu, bulut təbii ki, tərkibində su buxarı var. Su buxarının olduğu ərazidə hava tam soya bilmir. Hava tam soya bilmirsə, yerə nətər ensin? Yerə nənmirsə, nətər yüksək təzyiq yaratır? Bax, yarada bilmir. Tutaq ki, bu müəyyən qədər soya bilər. Müəyyən qədər soyur, gəlir burada dayanır. Enmir. Tamamilə yerə enmir. Çünki içində su buxarı var. Yaxşı, indi gedişatlara baxacaq, bir səbir olaq. İndi bu proseslər hava ilə əlaqədardır. Bir də var, bax, şamuli təhlükə biz baxmalıyıq. Şamuli. Hə, indi mənim fikir verin. Şamuli təhlükə nədir? Bax, tutaq ki, 5 dənə kitab verin mənə, təcrübə ilə göstərin. 5 dənə kitab. Ağır kitablar verin mənə. Bax, biz dedik ki, müəllim, təhlük nədir? Təsirdir, düzdür? Burada güclə zəiflərdir, xanımlardır göstərək. El ayağını qoy. Burada birini qoy, birini. İkisini də verir. Bax. İndi fikir ver. Bax, təsəvvür edin ki, əlinizin üstündə 5 dənə
Yəni üstümüzdə 5 dənə qat var. Düzdür? Təsir çoxdur mu bizə? İndi fikir verin. Tutaq ki, Elnara götürür, bu 2 qatı hərəkət edərək yuxarı qalxmağa başlayır. Avtomatik təsir neyini? Niyə? Üstümüzdəki atmosfer qatının azalması ilə əlaqədar. Bax, ona görə şaquli təhlükdə bir yer səthindən uzaqlaşırsa, üzərimizdəki atmosferin qalınlığı azalmağa başlayır. Demək, bizdə olunan təhlük neyini? Azalır. Ona görə deyir ki, şaquli olaraq yer səthindən zirvəyə qalxdıqca, təhlük amili azalmağa gedir. Aydındır? Çətinlik var? Yox. İndi ortalama barik pillə deyilən anlayış çıxır. 10 metrə 1 millimetr civə sütunu təzyiqin azalması. Barik pillə. Barik pillə. Və barik pillə 10 metrə 1 millimetr təzyiqin azalması. Bu hesablamalar üçündür. Bu tam dəqiqdirmi? Hər yer üçün yox. Yer səthi üçün dəqiqdir, amma hər yer üçün yox. Niyə? Baxın müəllimlər, biz atmosferdə belə bir şey danışdıq. Dedik ki, yer səthindən, bəzi ərazilər yer səthindən daha yaxın sıxılıb qalır. Demək, oradakı buludlar daha sıxdır. Hava kütləsi daha sıxdır ki, yerin nüvəsi onu daha çox cəzb edir. Düzdür, sıxlığı aşağı olan uzaqda qalır. Sıxlığı çox olan buludlar, hava daha çoxdur. İndi bizə bir var ki, sənin əlində dəmirlə vuralar, bir də var şarla vuralar. Təbii ki, dəmirlə vuran daha çox təsir göstərəcək, düzdür. Ona görə deyirsən ki, sıxlığı böyük olan hava yer səthinə yaxın olduğuna görə burada bizə atmosfer təzyiqi daha çox təsir göstərir. Amma sıxlığı bizə, daha doğrusu sıxlığı aşağı olanlar yüksəkdə dayandığına görə oradakı atmosfer təzyiqi bizə o qədər təsir göstərmir. Nə ilə misal göstərə bilərik? Buradan gedirsiniz Şamaxıya. Bir də Şamaxıya qalxanda fikir verirsiniz ki, qulaqlarınız birdən açılıb başlayır, elə bir ki, qulaqlardan dəhşətli dərəcədə səs gəlir. Niyə? Sənə olunan təhlük nədir? Orada azalır. Yerdə var çoxdur. Bizi nəyə bənzəyir? Elə bir ki, böyük bir yüksək səs verirlər, qulağı tutmuşsan belə. Birdən buraxırsan. Yəni, atmosfer havasının, bax, sənə göstərdiyi təhlükə görə, sən aşağıda olanda təhlüklə əlaqədar səsin də boğulması gedir. Atmosfer təhlükə, yuxarı qalxdıqca təhlük azalır mı? O havada sıxlığı azalır axı. Sıxlıq azaldığına görə orada səs effekti daha geniş yayılır və sənin qulaqların daha aydın eşitməyir. Bəli, təyyarədə daha çox hiss olur. Başa düşdür, ətrafımızdakı atmosfer havasının sıxlığından və aşağı olmasından asılı olaraq səs dalğasının yayılması da öz tezliyini artırmağa başlayır. İndi bu sizə gəlmir, bu biraz fizikadır, amma onu da tənasübünü çıxartmaq olur yəni. Sıxlıq böyük olması və ya sıxlığının az olması anlamında var. İndi, müəllimlər, burada başa düşülməyən bir şey var. Bəli, bu şaquli təhlük, kitablarımızı özümüzə qaytarın dərbəsi. Kim indi götürün kitabları? Kim deyil? Üstəyi deyil. Kimin nə kitabı qarışlayalım bilirsin, elə mi? Hə. İndi baxın özünüzlə bir şeylər edəyək. Hə, müəllim. Demək, indi tənasüb çıxardır. Baxın, müəllimlər, şaquli təhlükdir. Şaquli təhlükdir. Fikir verin müəllimlər. Yuxarı qalxdıqca hündürlük artdı, düzdür? Yuxarı qalxdıqca hündürlük artdı. Amma üzərimizdəki atmosfer qatı azaldığına görə bizə az təhlük düşdü. Demək, hündürlük artdıqca təhlük azalır. Təşkil tanımsın. Hündürlüklə təhlük arasındakı mütənasiblik təşkil tanımsındır. Qaranlıq qalan bir məsələ var, səbuhin. Qaranlıq qalan bir məsələ var. Tam aydındır. Təhlük amilləri zadır. Başa düşsən,
yavaş-yavaş istədiyimiz formaya gələcək. Bu belə. Təzyiqin təsir olduğunu yaddan çıxartdı. Atmosfer təzyiq deyirsə, atmosfer təzyiqi yerə göstərilən təzyiqdir. Bullik deyirsə, insana göstərilən təzyiqdir. Yaxşı təsirdir. Yaddan çıxmasın. Bullingi keçmişsiniz. Bəli. Universitetdə keçmişik. Universitetdə. Psixolojik bullying, sosial bullying, Tam dərdinə yox, belə bilirik. Hə, İndi davam edək. Mənim gələcəkdə yəqin mərhələləri üzrdən bildirdim. Yazım mənim dərdinə yəqin ki, girək. Və burada hansı inteqrasiyanı elədim mən? Siz burada Bullying. fənn üstü. Fənn üstü. Yox, Sənlər arasında. Hə. Onu keçmişsiniz. İndi, yaxşı, davam edək. Tamam. Fənlər arası, fən daxili inteqrasiya bu mövzudan o mövzuya inteqrasiya. Yox, demək, davam edək mədəmlər nə idi? Digər bir proses üfüqi təzyiqdir. Üfüqi təzyiqdə təzyiq qurşaqlarının yaranması amilinə baxacaq. Buradan keçid alacaq küləklərə. Bəzən, yəqin ki, çoxunuzda küləklərin istiqamətini əzbərləyirsiniz. Amma bunu əzbərləməyə ehtiyac varmı? Xeyr. Yox. İndi baxın. Diqqət edək mənim. Artıq Günəş sistemindəki Günəşin meyilliyi ilə əlaqədar tropik xətti, qütb dairəsi, bu prosesləri qoyursunuz orada. Təzyiq qurşaqlarında. Təzyiq qurşaqlarının yaranması üfüqi təzyiqə görədir. Və bu amil Günəş radiasiyası, baxın, bir şahudi təzyiq dedim, üzərimizdəki atmosfer havasının azalması ilə əlaqədar. Bir də, baxın, üfüqi təsir. Üfüqi təsir ümumi şəkildə nədir? Üfüqi təzyiq yəni. O deməkdir ki, biz yer səthinin enlikləri üzrə Günəş radiasiyası və rütubətin miqdarından asılı olaraq dəyişim prosesinə baxacaq. Burada artıq həm Günəş radiasiyası var, həm rütubət axını var. Bunlar ikisilə də nəzər salacaq. İndi gedişata baxaq görək nədir? Məsəl üçün, orada daha çox əzbərlərindir, hansı yüksək təzyiqi dinamikdir, hansı yüksək təzyiqi termikdir. Onu əzbərləməyə ehtiyac yoxdur. İndi onun məntiqinə baxacaq. Təzyiq qurşaqlarında belə bir amil var. Burada artıq təzyiq qurşaqlarının sərhədləri tropik xəttinə yox, tropik təzyiq qurşaqlarının əsasına aparılır və yer səthi ekvatordan olaraq 30 dərəcəlik qövslərlə ayrılır. Ortalama göstəricisi. Yəni, ən yüksək soyuğun, orta enliyin və ən çox istiliklərin olduğu ərazilər olaraq qruplaşdırılır. 30-dan 30-a qövs var olaraq ayrılır. Təzyiq qurşaqlarımız bu formada olacaq. Baxın indi. Ekvatordan qütblərə doğru Günəş radiasiyasının və su buxarının dəyişməsinə əsasən bizdə üfüqi təzyiq qurşaqları formalaşacaq. Ümumi qurşaqlar formalaşacaq. Tam qurşaq yaradacaq. Yaxşı, bu amil necə yaradır? Bir fikir verək. Baxın mənimlə. Birinci toxunacaq ekvatorial təzyiq qurşağı. Görək, yüksəkdir yoxsa alçaqdır. Temperatur amilinə görə təbii bilirsiniz ki, bu alçaq olur. Düzdür? Amma üfüqi təzyiq qurşağında tək temperatur yetərlidirmi? Xeyr. Qurşaq yaratması üçün yetərli deyil. İndi baxın nə baş verirsə. Bax, ekvatorial hava kütləsinə baxanda həddindən artıq qızır, Günəş bura yaxındır və bir amil var ki, ekvatorun keçdiyi ərazilər su səthi daha çoxdur. Bəli. Su səthinə fikir verir. Ekvatorun hardasa bir 70% su səthinin üzərindədir. Və daha çox rütubət götürür. İndi fikir verir mənimlə. Burada üfüqi təzyiq qurşağının yaranması üçün qurşaqdan söhbət gedir, ümumi qurşaq yaratması üçün. Mütləq şəkildə yer səthindən qalxan hava
troposferin ən üst sərhəddində dövriyyəsini tamamlaya bilməlidir. Yəni 10 kilometrdən üstə qalxaraq orada dövriyyəni tamamlaya bilməlidir. İndi düşünək, bir hava nə qədər isti olur olsun, əgər onun tərkibində su buxarı yoxdursa, o müəyyən qədər bir hissəyə çatacaq, ona kimi su buxarını tökəcək, əgər su buxarı azsa, ondan sonra soymağa başlayacaq, soyan kimi sıxılıb, ağırlaşıb enməyə başlayacaq da, düzdür. Demək ki, troposferin yuxarı qatlarına çatıb, qurşağı tamamlaya bilməyəcək. Demək ki, mütləq şəkildə, təzyiq qurşaqlarında, üfüqi təzyiqdə, bir ərazidə temperatur varsa, eyni zaman o ərazidə mütləq şəkildə su buxarında olmalıdır. Rütubətlənmə getməlidir. Yetərincə rütubətini götürə bilməyən hava alçaq təzyiq yarada bilməz. Amma ekvatorda elədirmi? Xeyr, ekvatorda tam şəkildə rütubət götürə bilir, istənilən qədər. Və 10 kilometrdən yuxarı qalxaraq öz dövriyyəsini tamamlama imkanına malikdir. Bax, ona görə deyirik ki, ekvatorda isti havanın və rütubətin yetərli qədər olduğu ki, qalxaraq troposferdə öz dövriyyəsini tamamlayır. Bəli, qalxan hava alçaq təzyiq. Ekvatorial alçaq təzyiq. Aha. Bu bir. İndi bunları deyək, baxaq görək temperatur amilində nə olacaq? Daha doğrusu termik yoxsa dinamik olacaq. Bax, ekvatorial. İndi dinamikliyin də, termikliyin də nə ilə əlaqədar olduğuna baxaq. Bu asandır, temperatur və rütubətin çatışdığına görə. İndi fikir verin, qütbə baxaq, qütb təzyiq qurşağı. Qütb istənilən qədər istilik ala bilir? Yox. İstilik yoxsa rütubət var? Yox. Rütubət yoxsa soyuqluq. Düzdür, quru şaxtalı hava. Quru şaxtalı hava, donuşluq, ağırlıq, enmə prosesi. Yüksək təzyiq. Bəli. Qütb, yüksək təzyiqlər. Bunu da qısa yazıram, qütb, yüksək təzyiq. Qütb, yüksək təzyiq. Hə, indi keçirik mərkəzi hissəyə. İndi tropik deyiriksə, tropik deyiriksə. İstilik var da tropiklərdə, düzdür. Onda götürməyi yüksək təzyiq, alçaq təzyiq. Buludluluq yoxdur. Buludluluq yoxdur, düzdür. İndi mən deyəndə ki, deyirəm ki, bu tropiklər. Bəs 30'lar keçir əsasən qurunun üzərindən. İsti olsa da o qədər rütubət götürə bilmir. Deyir, ay mənim, orada da çoxdur da su sətdir. Nə olsun? O boyda saçlı okean üstündən geçecek. Səhralardır. Səhralar da çoxdur, o da düzdür. Amma digər bir amillər də var təsir göstərən. Cəryanlar, soyuq cəryanların olması. Əsasən bu enişlərdə soyuq cəryanların olması var, kanar, Kaliforniya cəryanları olması prosesi. Sonra bax, bu da gəldi, bu da Bendiya cəryanı, Peru cəryanı olması avtomatik buxarlandırma neyini azalır. Baxın, demirsən, buxarlandırma yoxdur. Parlama qabiliyyəti. Baxın, diqqət. Buxarlandırma var, yetərincə su buxarı yoxdur. O havada, bu tropiklərin qalxması üçün yetərincə su buxarı yoxdur. Su buxarı götürür, baxın, tropiklərdə su buxarı götürür, qalxa bildiyi qədər qalxır. Yuxarı. Amma tam troposferin yuxarı qatında öz dövriyyəsini tamamlaya bilirmi? Xeyr. Niyə? Çünki yetərincə su buxarını götürə bilməyir. Ona görə bir müddətdən sonra bu enməyə məcburdur. Baxın. Enməyə məcburdur. Bəli, ikisi də. Çünki bir müddətdən sonra tərkibdə su buxarı qalmışsa soyur, düzdür, ağırlaşır, aşağı edir. İndi fikir verin müəllimlər. Bunu bəs tamamlayan nədir? Ekvatordan gələn hava axınları. Mütləq şəkildə mərkəzi hissədə əgər dövriyyə baş verirsə, atmosfer dövriyyəsi, yerin fırlanması və cazibə qüvvəsi ilə əlaqədar ekvatorda hava kütlələri
şimala doğru. Daha doğrusu hava kütleleri iki tərəfli hərəkət etmeye başlayır. Bakın, şimdi burada. Bak buradan bir iste bura doğru, bir iste ise bura doğru bir hərəkət. Külək onda həmişə alçaqdan yüksəyə doğru əkisir. Küləyin alçaqdan yüksəyə doğru. Yüksek. Bu istiqaməti dəyişmiş küləkdir. Yəni bu yerin hərəkəti ilə əlaqədar bir prosesdir. Məsəl üçün orada fikir vermiş olarsın. Bu suyu fırladan, suyu birdən saxlayırsan, belə deyirsən tavanı. Suyu birdən fırladanda fikir verirsən, su bölünür iki tərəfə. Parçalanır, başlayır hərəkətləməyə. Amma daima bir istiqamətdə hərəkət etdirəndə başlayır öz hərəkətini tutaraq eyni istiqamətdə öz hərəkət dövriyyəsini tamamlayır. Onda bu ekvatordan tropiklərə əsən küləklər təzyiqlə əlaqəli deyil. Ekvatordan tropiklərə əsmir o küləklər. Tropikdən ekvatora əsəcəklər. Onlar haqqında danışacaq. Bu sadəcə yerin fırlanması ilə əlaqədar. Və bax, o cazibə qüvvələrinin olduğu sahələr verir, magnitüdlər. Onların da müəyyən təsiri var ki, bax, buradakı ekvatordakı alçaq təzyiqin bölünmə prosesi baş verir tropiklərə. İndi baxın, müəllimlər. Tropiklər öz-özlüyündə dövriyyəsini tamamlaya bilir. Öz-özündə xeyr. Yox. Nədən kömək alır? Ekvatordan. Ekvatordan. Dəstək alır, hərəkət alır. Düzdür? Hərəkət, dəstək nə deməkdir? Dinamika. Bu dəstək dediyiniz bulunduğun dəstəkdir, yoxsa nə dəstəkdir? Soğuk. Su. Buyurun. Yukarıya baktıkça, daha doğrusu yukarıya doğru baktıkça alçak tezlik yaranır. Ekvator yan ərazinin alçak tezliği olur. Temperatur yuxarı qalxanda, hava yuxarı qalxanda. Temperatur artmır. Temperatur artanda hava qızır genişlənir, çəkisini itirir. Hava neyləmədir? Qalxır. Onda yerə təsir göstərə bilir. Alçaq Tezlik tezlikdə. azalır, tezlik azalır. Başa düşdün? Başa düşdün? Onu başa düşdüm, prosto ekvatorial niye alçak tezliği düşündüm. Temperatur istidir da. Sen niye istedin tabii? Temperatur niyə istidir? Çünki günəş orada həmişə zenitdədir. Günəş ekvatordan ən yuxarı kimi uzaqlaşa bilir. 23.5 kimi. Bu tərəfdə də 23.5 kimi. Həmişə oraya günəş radiasiyası düşür. Yüksəkşə kimi. Başa düşdün? İndi fikir ver, orada da temperatur çoxdursa, havanı qızdırır, qızan hava neyini? Genişlənir, çəkisini itirir, neyini başlayır? O sesini böyle düşündüm. Prosto ekvatorial arazi mənbəyində sadəcə rütubətli olaraq qaldı. Onu temperatur... Daha sən alçaq təzyiqin olduğu yerlər rütubətli alır. Yağışın yağması üçün isti, buxar gedib soyuğa rast gəlməli deyil. Eynən havada isti buxar soyuğa rast gələ bilər. Gərək su buxarı qalxsın ki, soyuğa rast gəlsin da, düzdür. Demək ona görə də alçaq təzyiqin olduğu yerlər daha çox yaxıntı düşər. Aydındır, diqqətli. Bəli. İndi davam edirik, müəllimlər. Bu öz yerində. Bura kimi qaranlıq qalan yoxdur ki. Bəli. İndi fikir verin. Bax, burada ekvatorialın köməyi nəticəsində dinamik deyilir. Əgər bir təzyiq qurşağı heç yerdən dəstək almırsa, öz temperatur, öz rütubəti ilə hər şey qaydasındadırsa, ona biz termik deyirik. Bax, ona görə ekvatora termik deyirik. Yəni, bunu oturub əzbərləməyə ehtiyac yoxdur. Qanun uyğunluğu başa düşürsən, niyə dəstək alır? Niyə dəstək alır? Bunları başa düşəndən sonra gedişatı versən. Qütbün dəstək almağına ehtiyac var yüksək təzyiq üçün. Zaten temperatur aşağıdır, rütubətləriniz gedə bilməyəcək. Hamısının xüsusiyyətləridir da. Bunun başqa yerdən dəstək almasına ehtiyac yoxdur. Temperatur almayına görə termik. Samir müəllimlər, başa düşdünüz? İkimizdə. Aydın bir problem yoxdur ki. İndi, bu prosesi amilini yaddan çıxartmayın. Bu, təzyiq qurşaqlarıdır. Bəzən belə bir sual verirlər. Müəllim, biz tropiki yüksək təzyiq götürürük daha. Yüksək təzyiq qurşağı. Orada həmişə yüksək olacaq. Təbii ki, xeyr. Yüksək təzyiq qurşağı bir qurşaqdır. Amma məsəl üçün biz tropik iqlimdə, düşən hissədə, tropikin dənizinə baxacaq, dəniz tipinə. Dəniz tipinə. Baba, tropik təzyiq qurşağının içində alçaq təzyiq sahələri yarana bilər. Bax, görürsünüz, qurşaq demirəm, sahələri yarana bilər. Məsəl üçün, tropik iqlimə düşən, Mərkəzi Atlantik Okyanı. Kuba Haiti.
adalar. Düzdür? Kuba Haiti adalarından tropik xətti yuxarı hissəsindən keçir və ora buxarlandırma da gedir, istiliyi də var. Düzdür? Yeterince rütubət götürəcəkmi? Suyun içində olduğuna görə. Yeterince rütubət götürüldüğüne göre qalxmanı tamamlayabiləcək. Qurşaq olaraq yüksək təzyiq olsa da, onun bəzi sahələrində rütubətlər alırlar. Alçaq təzyiq sahələri var. Qurşaq olaraq yüksəkdir. Amma içində alçaq təzyiq sahələri olur. Aydındır? Və sonra, o bu prosesdir. İndi, gelirik mülayimə. Mülayimin yüksək yoxsa alçaqdır? Məncə alçaq olur. Çünki orada bulutluluq var. Bulutluluq var. Bu sizce, yaxşı, bunu dedik. Həqiqətən də bulutluluq var. Amma daxilində yüksək olan təzyiq yerləri də var. Mən indi dediyimiz kimi tropikdə olan Ayşə, qurşaq olaraq alçaqdır, amma içində yüksək olan ərazilər var. Məsələn, bulutsuz olan ərazilər. Mərkəzi Asiya, düzdür. İndi müəllimlər bir şey soracaq. Bu termik olar yoxsa dinamik? Dinamik olar. Niyə üçün? Qurşaq olaraq termik Termik olar da. Yaxşı, dinamik deyənlər niyə dinamik, termik deyənlər niyə termik? Termik temperatur. Başa düşmədim. Bax, ekvator, təzyiq qurşağı. Öz temperaturu, öz rütubəti ilə dövriyyəsini tamamladı. Hardansa dəstək aldı. Yox. Amma ekvator, mənəcə qayıdırmışsan, yaxşı. Bax, ekvator ərazisi öz temperatur, öz rütubəti ilə dövriyyəsini tamamlaya bildi. Niyə yox? Temperatur yüksək deyil. Suyun üzərində çox deyil. İkisi ilə özünü aldı. Kənarda dəstəksə doldurma. Demək bu nədir? Termik, öz prosesi. Dinamik kömək mənasındadır, hərəkət mənasındadır. Dinamika, hərəkətlilik, yaxşı, onunla bağlıdır. İndi amma bax, tropiklər neynədir? Hərəkət alır. Bax, qütb zaten soyuqdur, buxarlandırma aparmayacaq. Bunun haradasa dəstək almanın ehtiyac var, soyuq olması üçün. Deyil, avtomatik termik yüksək. Düzdür? Bunlarda ama tropiklər dəstək aldı. Dəstək almasaydı tamamlaya bilmirdi dövriyyəsini. Düzdür? Getdi. Hardan aldı dəstək? Hardan aldı? Ekvatorda. Ekvatorda. Ekvator qalxdı öz dövriyyəsini tamamladı mı? Qalan soymuş ekvatorial hava bölünərək gəldi tropiklərdə indi. Tropik bax bura kimi qalxmışdı mənim. Küləli dəstək, ekvatordan tropikə doğru. Onlardan dəstək alır. Yox, ekvatordan tropikə doğru küləklərdən yox. Bu nədən dəstək alır? Yerin öz o ətrafında fırlanması, Coriolis kütləsi dəstək alır. Orada maqnit kütlələrdə ona təsir göstərir, bax bölünməklə, həmən hava kütləsi. İki yerə bölünərək tropiklərdə etməklə təsir. Parçalanmaya təsir göstərir. Hə, termikdir. Və niyə? Dinamikdir. Dinamik olmanın səbəbi yüksək təzyiq, alçaq təzyiqə təsir göstərir. Amma Müller geniş bir yerdir. Məncə, təsirə görə şey deyirsə, şimaldan da soğuk hava kütlələri təsiri göstərir. Cənubdan isti hava kütlələri Yaxşı, gəlin belə bir şey deyim. Dinamik götürə bilərik, məncə. Dinamik götürə bilərik deyirsiniz. Sən dediyin hardırsa doğrudur, amma təsdiqlənmir. Oldu. Tam təsdiqlənmir. Niyə? Baxın, bir dənə suala cavab vermək lazımdır və onun niyəsini axtarmaq lazımdır. Mülayim hava kütləsi özünün daxilindəki temperatur və rütubətlə troposferdə öz dövriyyəsini tamamlaya bilər. Deyil, mərkəzi hissəsinə görə xeyr. Çünki rütubəti tam olmalıdır, amma temperatura görə var. Dolayısıyla tamamlaya bilmir. Çünki baxın, mülayim ərazidə zaten 60'larda temperatur o qədər də istənilən qədər deyil, rütubət də istənilən qədər deyil. Demək, temperatur da, rütubəti də çox olmadığına görə istədiyi dövriyyəni neyniyəm? Tamamlaya bilməyəcək. Məcbur olub neyniyəcək? Dəstək alır. O dəstəyi bəs hardan alır? Tropikdə formalaşan küləklər, tropikdən əsən mülayimə küləklər isti havanı suyun üzərindən keçən zaman
hava istinin artması ve suyun üzerinden geçen zaman götürdüğü rütubeti getirir mülayime. Alçak isteyen. Şimalda deyil. Buradan o tarafa gidemez çünkü buralar yüksek terlikti. Koymuş. Gelir burada tozmuyor. Alçaq təsir. Ay, sağ ol. Bak burada artık küləyin köməyiyle. Bak yer səthində, bak düşürdü da, bu düzdür. Tropikdəki isti İndi bak, havanın tropikdəki isti və quru havanı götürür, dənizin üstüyle külək hara keçirir? Mülayimə doğru aparır. Bəs Suyun mülayim üzerinden geçiren zaman istiliyini ve suyun üzerinde götürdüğü rütubeti aparır. Aparır bu zaman mülayimin istiliyini ve rütubetini tamamlayır. Onda troposferde ne inir? Öz dövriyatını tamamlayır. tropikin keçən hava kütləsi var da. Ha. Mülayimin şimal hissəsinə kimi təsir edə bilər? Ara kimi, 60'lara kimi gelir ha? Gelir. Hə, o kütlə. Bilsən niyə 60'lara kimi gedir mənim? Bax, burada yüksək təhlük dedik daha. Yüksəkdən 60'a kimi azalır mı təhlük? Bəli. Burada da yüksəkdən 60'a kimi azalır mı? Elə bir fikirləş ki, 2 dənə dağdır, dağın ortasında bir dərə. Hər ikisi gəlməli ortasında. Ona göre oradan gelen isti ve suyun üzerinden geçtiğine göre rütubetli hava gelen mülayime kömeli. Başa düşmüyor musun? Yüksek tercihten Başa düşmedi. Ben de Bunu başa düşdüm. Dəstək olmaq istəyirsən. yani Hə, sən gözlədin. Hə, bu ile iki oldu benim. Bu ile iki oldu. 2 oldu. Atalar istemiyor. Allah sizin Yadımdan çıxıb, yadımdan çıxıb. Tropik Ha. yüksek. İndi bax, kim verdi? Bax, bu proseslə əlaqədar mülayim öz rütubəti və öz istiliyi ilə əlaqədar troposferdə dövriyəni tamamlaya bilmir. Ona görə dəstək alır. Mələkə başa düşürdü, deməli izah etmək istəyirdi. Günah məndə. Ha, Ben dedik mülayim içerisinde mülayim deniz var, mülayim kontinental var. Yani bu mülayim deniz olmasına düşen arazilerde su var, su var. Rütubetler yani o transferi dövresini tamamlayır. Onu biz ümumisi mülayime çevirmeliyiz ki bütün arazileri bax, transfer sən mülayimə, alçaq təyyid uşağı deyərsən. ama istersen yüksek sahasında var. Sahələr, sahələr. Bax, bu uşaq ümumidir müəllimlər, bu uşaq. Mən məsəl üçün belə bir şey deyəcəm, meşə prosesində. Bəzi ərazilər var ki, orada meşə qurşağı yoxdur. Amma tala şəklində meşə sahəsi var. Sahə kiçik ərazidir, qurşaq ümumiyə görə formalaşır. Yaxşı, ona görə, bax, burada tropikdə ona görə dedim, bax, yüksək təhlük qurşağıdır, amma içində sahələr var ki, alçaqdır. O da rütubətin çox olduğu dənizin içində yerləşən ərazilər və yaxud okean sahilinə yaxın ərazilər nəzərdə tutulur. İndi fikir verin, bunlara iqlimdə daha geniş anlayışla baxacaq, orada nümunələrlə baxacaq. İndi müəllim, bax, mülayim ona görə deyirik ki, mülayim bir təhlük qurşağı kimi alçaq təhlükdir, amma dəstək alaraq dövriyyəsini tamamlayır. Özündə yetərli rütubət, istilik olmadığına görə məcbur olub kənardan dəstək alır. Aydındır. Bəli, ona görə ona deyirik biz alçaq təhlük qurşağı, amma hərəkətlə, köməklə, dinamika. Dinamik alçaq təhlük qurşaqları. Alçaq, dinamik. Yüksək, dinamik. Burada da yüksək, dinamik. Burada da alçaq dinamik. Bu da termikdir da. Bu tiplər zaten temperatur aşağıdır, rütubətləmə apara bilmir, heç yerdən də dəstək almır. Soyuq olduğuna görə inir. Və son. Dinamik, termik diye anlaşın. Başa düşdük. Problemimiz yoxdur ki. Əzbərləməyə ihtiyac yoxdur ki. Bu getdir. Keçirik küləklərə, ən maraqlı hissə küləklərdir. Küləklərdə bəzi proseslər, siklonlar, ansiklonlar, dağ-dərə küləkləri, böhün küləkləri. Burada qəşəng bir müzakirəyə qoşulacaq. Neçə dəqiqə? 17 dəqiqə. 17 dəqiqə. Baxaq görək nə edir? İndi gedişatda nasıl olaraq bitirə bilər? İndi mən birinci külək nədir? Külək bildiyimiz kimi alçaq təhlük sahəsindən, yüksək təhlük sahəsinə doğru hərəkət edən hava kütləsi.
Üzr istəyirəm. Yüksək tərlik sahəsindən alçaq tərlik sahəsinə doğru hərəkət edən hava kütləsi. Səbəb, niyə? Baxın müəllim, yüksək tərliyin olduğu ərazilər daha çox bulutluğu az olan soğuq ərazilərdir. Düzdür? Soğuq ərazidə hava sıxılır, aşağı inir. Düzdürmü? İsti ərazilərdə hava genişlənir, yuxarı qalxır. Bax, ona görə fikir verin. Yuxarı qalxan havanın yerinə başqa yerdən soyuq hava daxil olur. Orada külək gəlir, eyni buradakı prosesdir. Bax, içəri istidir, bax. Kulağını açan kimi adamın üzrə bir hava gəlir. Fikir verilir. Niyə? Çöldə içəri nəzərən soyuq var. O deməkdir ki, mənfidir. Düşünün. Bax, çöldə içəri nəzərən soyuqdur. Mənfi deyil, ha. Bəzən ağlıları qarışdır. Mənim, orada mənfi yox ki, olmasın. Bu sinir 20 dərəcə istidir. Çöl 18 dərəcədir. Oranı açanda bura mütləq nə daxil olacaq? Külək daxil olacaq. Hava daxil olacaq. Ona görə deyirik ki, bir ərazidə havanın temperaturundan asılı olaraq bir-birinə nisbətən soyuqluq və istilik varsa, orada hava kütləsi yer dəyişir. Temperaturun çox olması, tərcih fərqinin çox olmasına şərait yaradırmı? Aradakı. Bəli. O da küləyin sürəti və gücünü artıran məsələdir. Küləyin də sürəti və gücü nəyə görə? Flügerlə hesablanır, anemometrlə gücü 12 ballıq şkalaya görə hesablanır. Bir də anemometrlə. İstiqaməti və sürəti flüger, gücü anemometrlə hesablanacaq. Yaxşı, bəli. İndi müəllimlər, fikir verin, görün nə baş verir küləklərdə. Küləklər daimilik, mövsümilik və sutqalıq prinsiplərlə dayanır. Niyə? Çünki, baxın, biz daimilik prinsipində daimi tərcih qurşaqlarına dayanmalıyıq. Yəni, bu tərcih qurşaqları həmişə daimiliyini saxlayırsa, bunlar arasında mütləq şəkildə yüksəklik və alçaqlığına görə fərq varsa tərcih qurşaqlarında, mütləq orada külək baş verməlidir. Və daimi olduqlarına görə də bunlar arasında daimi küləklər baş verir. Bax, daimi küləklər daimi tərcih qurşaqları arasında formalaşır. Bəli. Bəzən deyirlər ki, daimi küləklər, daimi tərcih sahələri arasında sahələr olmaz, qurşaq. Sahələr arasında, baxın, mən dedim ki, tərcih qurşağıdır, onun içində, məsələn, yüksək tərcih qurşağıdır, alçaq tərcih sahəsi yaranır. Onda daimi küləyin tərsinə çevrilməsinə səbəb olacaq. Bu ola bilməz. Bu cəbhələr arası küləyi yarada bilər. Məsələn, bir daimi qurşaqdır, onun daxilində alçaq tərcih və yüksək tərcih qurşaqdır, alçaq tərcih sahəsi formalaşır. Bu tərəfində də yüksək tərcih sahəsi formalaşırdır. Bir-birindən külək əsir. Bu daha çox mövsümiliyi və sutqalığa uyğun gələn küləklərdir. Amma qurşaqlar arasında, özü daimi qurşaq, söhbət qurşaqdan gedir. Qurşaqlar arasında daimi küləklər həmişə eyni istiqamətdə hərəkət etməyə başlayır. Bəli. Baxın, müəllimlər, indi daimi küləklərə baxaq, belə bir şeyi xatırlayacağıq. Şimal yarımkürəsində küləklər sağa doğru, cənub yarımkürəsində isə sola doğru meyillenir. Bunun en güzel nümunəsi o gün şeye baxdım. Bir TikTok'ta. Aslında atacağım sizə. O ekvator arasında, Ekvador'da bir müşahidə aparıblar. Suyu hərəkət etdirən daha çox küləklərin qüvvəsi, bu proseslərdir. Cəlb etmə, karyoliz. Ekvatorun şimal hissəsinə keçirirlər suyu, su başlayır sağ istiqamətdə hərəkətə. Baba belə hərəkət etməyə başlayır. Sağ istiqamətdə, baba belə doğru yəni qoyur. Cənuba keçirirlər. Cənub onun əksində başlayır sola doğru hərəkət etməyə. Başlayır bu şəkildə hərəkət etməyə. Bəli. İndi bu nümunədir. Nəyə görədir? Yerin özü ətrafında hərəkətinə görə.
Karelios qüvvəsi. Əslində onlar eyni istiqamətli hərəkət edirlər. Sadəcə bizim şimalda və yaxud cənubda olmasına görə biz onu sağdan sola deyirik. Bax belə. Məsəl üçün üz-gözə durmuşuq, filan deyirəm sağ əlini qaldır. Ay sol. Mən sağ əlini qaldıram, əks olur. Əslində istiqamət eynidir. Fərqli tərəflərdən baxdığımıza görə sağ-sol fərqlənir orada. Yəni orada məsələn 6 ilə 9-a bənzər bir şeydir da. Yaxşı. Amma yuxarıdan baxsan, təqribi istiqamətlər eynidir. Aydındır. Bəli. Orada indi əks yarımkürəyə, bax şimal yarımkürəsində küləklər sağa, cənub yarımkürəsində sola meyillər. İndi buna əsasən biz küləklərin istiqamətini əzbərləmədən tapacağıq. Məsələn, daimi küləklərdən passatlara baxırıq. Passatlar 30 yüksək tropik qurşaqlarından ekvatorial alçaq təzyiq qurşağına əsir. İstiqamətini hamı deyir ki, mənim, hə, belə idi da. Düzdür? Cənubda isə tərsinə. Əks, yəni istiqaməti hamı bu şəkildə əzbərləyir. Bəs niyə? Səbəb ortaya çıxır. Baxın mənimlə. 30-un üstündə durmuşsan, tropik yüksək təzyiqdəsən. Hara doğru rəsməlsən? Ekvatora doğru rəsməlsən, düzdür? Şimal yarımkürəsinin səsini hara meyillənirsən? Sağa doğru. Düzdür, baba? Meyilləndim sağa. Bunu əzbərləmirsən. Təsəvvüründə yaradırsan ki, mən tropikdən hara gedirəm? Ekvatora doğru gedirəm. Gəl bura, gəl edim. Gəl. Gəl bura. Gəl burada. Aha. Ha. Bax, özü 30-un üstündə təsəvvürlə, dur mənlə. Dur da, bölgə dur. 30-un üstündə təsəvvürlə. Hara getməlisən? Passatçınsan. Ekvatora. Yüksəkdən alçaq. Ha? Şimal 30'da. Şimal 30'da durmuşsan. İndi aşağı gelirsən. Baba, aşağı gelirsən. Şimal yarımkürəsində hara meyilləndi külək? Sağa. Sağa meyilləndi sağa? Aşağı. Bax bu. Fikir ver. Görürsən, o istiqamətdə də düşür. İndi bir dənə özümüzü cənub tropikində müşahidə edirik, yaxşı keçəcək. Aydındır. Hə. İndi bax, cənub tropikində dayanıqdan mənimdir. Sol həqiqət bu tərəf olmayacaq ki. Cənubdasansa sola meyillənməsən. Tropikdən ekvatora gedirsən, düzdür? Meyillənmə olacaq, sola doğru. Bax, fikir verin. Sola doğru meyillənmə. Bəs sola. İstiqamət budur. Yəni küləyin istiqaməti buna görə təyin olunur. İndi baxın, gecə qərb küləkləridir. Mənimlə, passatlar hər zaman materiklərin, fikir verin, hansı səslə təsir göstərir? Şərqinə. Baba, şərqinə. Şərq hissələrinə təsir göstərir materiklərin. Və passatlar materiklərin şərq hissəsinə nə gətirəcək? Rütubət. Desəz müəllim, niyə rütubət gətirir? Çünki tropik isti ərazidən gəlir, okean üzərindən keçirsə, rütubət gətirməlidir. Başqa bunun yolu yoxdur. Aydındır. Sonra, müəllimlər, baxırıq, gəlir indi bu, istiqamətləri də buna görə, yəni, baxın, şimal-şərqdən cənub qərbə. Burada cənub-şərqdən şimal-qərbə bu istiqamətlər. Türkülər. Digər bir proses. Keçirik ikinci qərb küləklərinə. Qərb küləklərinin adının verilməsi materiklərin qərbinə təsirlə bağlıdır. İndi qərb küləklərini bir istiqamətini müəyyənləşdirək özümüzdə. Bax, 30 dərəcə tropikdə durmuşuq, mülayimə doğru getməliyik də. Çünki mülayim alçaq təzyiqdir, tropiklər yüksək təzyiq. Düzdür? Bax, bunun üstündə dayanmışam. Bax, getməliyik aşağı, düzdür? Zaten belə gedəcək və cənubdadırsa, hara meylənəcək? Sola. Sola? Bəli, cənubdadırsa sola meylənəcək. Biz mülayimə deyirik yaxında. Hava 30 cənubdan 60'a doğru gedirik. Sol olmaz ama. Cənub yarımkürəsində külək hara? Meylən. Biz Passatı qərb küləklərindən danışmırıq. Qərb küləklərindən də, hə. Mənim yadımda yapmamışdım. Qərb küləklərindən danışırıq. Bax, fikir ver, durmuşsan cənub tropikin üzərində. Getməlisən cənub mülayim üzərində, düzdür? Cənubdasansa külək hara meylənəcək? Sola. Düzdür? İndi sola meylənmə necə olur? Bu şəkildə. Bax, ona görə istiqamət belə olur. Bu şəkildə verir. O şəkildə görsətmir. Bilməm, görüm burada var mı? Mən vaxt oxudum. Deyirəm burada.
İndi Mən də bunu hə, fikirlər sən belə ol. belə Belə salam, Cənub yarımkürəsində ümumiyyətlə çox salam olursa sal. Yəni mən- Yanlış yarım kürəsini. Bəs yerin fırlanmanın ona təsiri yoxdur belə çıxır. Qərb küləklərinə. İstiqamət. Təsiri istiqamətə var da. Bax, istiqamətdə, bax, yerin fırlanmasında, yer küləyinin istiqamətini cənubdan sağa doğru dəyişir. Sola doğru. Şimaldadsa sağa doğru dəyişir. Yəni, sən baş şimal yarım kürəsisən. Get, bir tavanı götürüb, qərbdən su dolu için. Qərbdən şərqə doğru fırla, görərsən ki, suyun istiqaməti hara doğru meylənir? Sağa doğru meylənir istiqamət olarak. Cənub yarım kürəsində isə onu fırlayanda, bax, qərbdən şərqə doğru fırlayanda, o sola doğru meylənir istiqamət prosesi. Burada da küləklərə təsir yerin fırlanması zamanıdır. Baş verir ki, küləklərə təsir şimalda sağa doğru onun meylənməsinə səbəb olur. Cənubda sola doğru meylənməsinə səbəb olur. Bax, indi cənubdasan da, cənub hissədəki qərb küləklərindən danışsan, düzdür? 30-dan 60-a doğru gəlmir. 30-dan 60-a, yəni, 30-dan 60-a doğru gəlmir. Hara doğru meylənməlisən cənubda? Sola doğru. O mənim, cənuba doğru gəlirsən, hara doğru meylənir? Sola doğru. Niyə? Yerin fırlanması ilə bərabər ona bir təsir göstərir. O tərəfə doğru. Təsir göstərir və onu meyləndirir sola tərəf. Bax, fikir verdim. Aydındır. İndi var istiqamət şimal qərbdən cənub şərqdən. Yəni, bunu əzbərləmin. Bunu bir-iki dəfə çəkin. Bu prosesi beyninizdə yaradın. Bir də oturub bu cənub şərqdən, cənub qərbdən, daha doğrusu, şimal qərbdən cənub şərqə doğru meyilləndi. Bu istiqamətləri əzbərləmin. Vərdişlə yaz, toz, özün bir dəfə, iki dəfə çək, vərdiş al. Bunu oturub əzbərləmə, ya da uşağı əzbərləmə sabahlara. Yaxşı, bu öz yerində. İndi, Samir müəllim, gəl bura, gəl bura. Gəl, gəl. Oradan buradan gəl bura. Özüm araşdırıb oxuyacağım əməlində. Yox, gəl bura, gəl bura. Dərsin vaxtından keçək. Narahat yox, gəl, eybi yox. Yavaş gedəcəm, öyrənə gedəcəyim. Anladın. Şimal yarım kürəsindəki qərb küləklərə baxıb, düzdür? Şimal yüksək tropikdən şimal mülayimə doğru getməliyik. İndi özümüzü təsəvvür edək, gəl bura yanma. Özümüzü təsəvvürdə şimal tropik üzərində. Şimalda küləklər hara doğru meylənir? Sağa doğru, sağa doğru. O bir qaydadır. İndi biz bunu yer kürəsini belə fırlanır, yoxsa bu nə mən deyəmədim. Bu şəkildə fırlanır. Belə fırlanır. Hayır. Mən bir özüm araşdırmayayım, belə başa. Aha, yaxşı. İndi, baxın, sağa doğru meylənir. Şimal tropikindən mülayimə doğru gedir. Baxın, fikir verin mənə. Şimal tropikindən mülayimə doğru gelirsə, şimallara doğru meylənməlidir. Sağa doğru, baba. Meyilləndi sağa doğru. Bəli. Bax, fikir verin. Bəli, cənub qərbdən şimal şərqə. Və materiklərin qərb hissəsinə təsir göstərdiyinə görə bunları adlandırırlar qərb küləkləri. Qərb küləklərinin yaranmasına da bu cəryanlar təsir göstərir. Yaxşı, bəli. Bəzən deyirlər ki, müəllim, deyirsiniz ki, qərb küləklərinin yaranmasına, qərb küləklərin soyuq cəryanının yaranmasına bu sel təsir göstərir, qərb küləkləri təsir göstərir. Amma qərb küləkləri özü isti ərazidən gəlirsə, necə soyuq cəryan yaradır? Bu amil. Baxın, müəllimlər, soyuq cəryan, isti cəryan amili daxildəki suya görədir. Bax, fikir verir, nə baş verir? Antarktidanın ətrafı soyuq sulardır, düzdür? İndi baxın, soyuq sular. Soyuq cəryan belə olmalıdır. Soğuk cəryanın daxilindəki su ətraf sulardan daha soyuq olmalıdır. Yəni ətrafda 20 dərəcə, 18 dərəcə temperatur varsa, burada əsən soğuk cəryanın daxilində 10 dərəcəlik temperatur olmalıdır. İndi baxın, Antarktida ətrafında soyuq sulardır o ərazi. Düzdür? Buradan qərb küləklərin gətirdiyi isti sular gəlir onun ətrafına daxil olur. Ətraflar isti olur, orta hissədəki cəryan su soyuq olur.
ətrafa nəzərən soyuq. O qərb küləklərini yaratma amili belə baş verir. İndi buna gəlyanlarda daha geniş toxunacağım, daha açıqlaması ilə verəcəm, orada nə baş verir, niyə belə hərəkət edilir. Aydındır, bu belə, qütb küləklərinə baxırıq. Qütbdən mülayimə əsən küləklər, yüksək təzyiqdən alçaq təzyiqə. İndi bax, şimal qütbündə dayanmışam, hadi. Şimal yarımkürəsində külək sağa doğru meyllənir, mülayimə doğru gəlirəmsə meyllənir sağa doğru. Gördün? Burası da sola doğru meyllənir. Sola doğru meyllənirsə, əslində mənim yenə baxma, istiqamət eynidir. İstiqamət yenə eynidir. Dəyişən bizim hansı tərəfdən baxmağımızdır. Yaxşı, Elşən aydındır. Bu küləklər də təbii ki, qütbdən gəlir, mülayim enişlərə soyuq hava gətirir. Əsasən, bax, mülayim enişlərə soyuq şaxtalı havaların gəlməsinə səbəb olur. Azərbaycanda mülayim enişdə olduğuna görə bizə də bax, buradan Arktik, kontinental və dəniz qütblər daxil olacaq. Baxacaq olacaq bir-bir. Bax, bunlara digər adı ilə şimal, qərb, daha doğrusu gəlməyinə görə, cənub-şərq və şimal-şərq küləkləri də deyirlər, gəlməsinə görə. Bir dənə də bir şey deyim, yekunlaşdıraq. Külək günü, küləkli günlərin təyin edən bir qrafik, yəni hakim küləyin istiqamətlərini müəyyənləşdirir. Məsələn, külək günü 8 cəhət günə müəyyənləşdirilir. Orta hissədə, küləksiz gündə 30 günü, 5 günü verdim küləksiz. Sonra nə indir? 2-7 gün şərqdən küləyə əsirdir. Yəni, göğüşlər birinci şərqlər. 3 gün, bəli. 3 gün görsədəcək şimal-şərqi, 2 gün şimalı, 4 gün şimal-qərbi, 3 gün bu tərəfi. Belə gedəcək, axırda birləşdirəcək. Bax, quyruğu uzun hissədən külək bizə daha çox gələcək və olacaq istiqamət şərq küləyi. Yaxşı, bəli. Bu da külək gündür və külək günü olaraq bilinir, hakim küləyin istiqamətinin göstəricisi olaraq bilinir. Aydındır, problem yoxdur ki. Daimi küləkləri keçdik, burada saxladım. Gələn dərs hava kütlələri ilə əlaqədar tamam gedir. Amma testləri yazın. Buyurun. Buyurun. Su buxarlanmasına başa düşməlidir. Bax, Zeynəb, gəl belə bir şey deyək. Bax, bir qaynar qazanda suyu götürüb buzlamaya vurursan. Nə baş verir? Siz gedə bilərsiniz, onu apara bilərsiniz. Onda zəhmət bir dənə dayanıbdır, çəkməyi çəkir.